Bu deputatlar ki var, otururlar Milli Məclisdə danışırlar ki, biz gənclər üçün şərait yaradacağıq, gənclər üçün iş yerləri açırıq. Neçə min deyirlər iş yeri açılıblar. Yəni mənim qohumlarımdır. Elə biri mən özümü nəzərdə tuturam. Mənim işim olsaydı, mənim dolanışım yaxşı olsaydı, mənə vacib idi ki, mən gələm səndən söhbət edəyəm. Prezidentdən xahiş edəyəm ki, prezident mənə kömək eləsin. Beynəlxalq Bankdan kredit almışdım 6500 manat. 36 ay müddətinə. Vaxtından tez bağladım ki, kreditimi, təzənə gəlmə kredit götürüm. Bəli. Elə bir ki, 19 aya bağladım. İndi Beynəlxalq Banka müraciət edirəm, Beynəlxalq Bank mənə köməkli edirəm. Mən də xahiş edirəm ki, bu prezidentimizdən, Cənab İlham Əliyevdən o gənclərə şərait yaradırıq deyilən sözün mənə də təsir olsun. Mən də istəyirəm ki, o Azərbaycanın inkişafda olan gənclərindən biri olur. Qardaşım, mən şəraiti bilsə nətərdir? Qardaşım, şərait yaradılır gənclər üçün. Yəni o nazirin balaları üçündür, deputatın balaları üçündür. Yəni onlar üçün şərait yaradılır necə? Azərbaycanda Ferrari yox idi, Ferrari gətiriblər. Lamborghini yox idi, Lamborghini gətiriblər. Şərait yaradıblar ki, sürsünlər də qardaş. Fransada, İtaliyada, Amerikada sürürlər, qoy Azərbaycandakılar da sürsün. Şərait yəni budur. Prezident aparatdan mənə göndərib bu sahibkarlığa köməkli fonduna. Sahibkarlığa köməkli fonduna mənə deyir, get gilə bu arayışı gətir, böyün gətir, sonra get gilə biznes planını gətir, şəxsiyyət vəsiqəsinin sertifikasını gətir, bunları yığ gətir, biz sənə kredit ayıracağıq. Aparmışam, mənə deyir ki, bizim büdcəmizdə pul yoxdur. Necə yəni, qardaş, bu Azərbaycan Respublikasının imkanı yoxdur ki, mənə bir 6000 manat, 5000 manat kredit ayırsın, mən də bir sahibkarlıqla məşğulum, ailəmi dolandıram. Və buradan indi Azərbaycanda bank çoxdur, bu banklara səslənib nə deyərdiniz? Yəni bir gənc kimi, bir sahibkar kimi? Bu banklara səslənib deməzdim, bu Kəmaləddin Heydarovdan xahiş edərdim ki, onun bankı var eşitdiyimə görə. Ondan sonra bu Beynəlxalq Bankın sədrindən xahiş edərdim ki, mənə köməkli eləsin kredit almaq barədə. Ondan sonra Mehriban xanımdan kömək istəyərdim. Mehriban xanım çıxışlarında gənclər haqqında danışır. Yəni mən istəyərdim ki, gənclərin biri də mən olum. Gənclərin siyahəsinə düşür. Yəni düşə bilmirik də qardaşım. Mən Azərbaycanda mən problemlər içində yaşayıram. Müharibə olsa bizə qabağa verəcəklər. O məmurların bağlarını yox, o icra hakimiyyətində işdir, minib bahalı maşınlarda gəzirlər, onları yox, bizi qabağa verəcəklər. Yəni bizə də yəqin ki, nəsə bir şey eləsinlər də, qardaş, biz də nəsə bir şey yeyək, canlı olaq, cana gələk.